Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 11 iyul 2026-cı il. Bir müştərimizin sifarişini hazırlayırıq. Möhtəşəm arı məhsullarından bir qarışım. Bal, güləm, arı südü, homogenat, çiçək tozu qarışımı. Yarım kilo bala, 200 qram güləm, 10 qram arı südü, 100 qram çiçək tozu, 100 qram homogenat mən qatıram. Müştərinin istəyi ilə bu qarışımı 2 yerə bölmək xahiş olunur. Amma mən bunu bir bankada hazırlayıb bölmək istəmirəm. Çünki ola bilsin bir bankaya daha çox arı südü düşsün və yaxud daha çox güləm düşsün. Ona görə bu qarışımı ayrı-ayrı bankalarda hazırlayıram. Homogenatı əlavə edək. Güləmimizi uyutmuşuq. Qarışımlarımız hazır, nuş olsun. Hər zaman hazırlayarkən mən məlumat çatdırıram. Baldan başqa bütün arı məhsulları buz kamerasında saxlanmalıdır və qarışım hazır olandan sonra mütləq soyuducuda saxlanmalıdır. Hər gün 2-3 dəfə xörəkdən 20 dəqiqə əvvəl böyüklər üçün bir xörək qaşığı, uşaqlar üçün bir çay qaşığı qəbul etmək olar. Qəbul etməzdən əvvəl qarışımı hər dəfə qarışdırmaq lazımdır və mütləq taxta qaşıq və yaxud plastik qaşıqla qəbul olunmalıdır. Çünki arı südü homogenata dəmir vasitələrlə toxunmaq olmaz. Baxın, bu qarışım hazır, soyuducuda saxlayırsınız və qəbul edirsiniz. İmmunitetiniz yüksək səviyyədə güclənir və sağlam qalırsınız. Sağ olun, özünüzü qoruyun.